Hər vaxtınız xeyir, xoş gördük. Bilirsiniz, bugün çox maraqlı bir mövzudan danışacağıq. Pulunuz sizin üçün necə işləyə bilər? Yəni, artıq vaxtınızı birbaşa pula dəyişməyə son qoyub, əsl maliyyə azadlığına doğru bir addım atmaqdan. Əgər hazırsınızsa, gəlin birlikdə maliyyə gələcəyinizi dəyişə biləcək bu səyahətə başlayaq. Gəlin elə əsas sualdan başlayaq. Siz istəyirsinizmi ki, pulunuz sizin üçün işləsin, hətta siz yatanda belə sizə gəlir gətirsin? Əminəm ki, cavabınız bəlidir. Elədirsə, deməli, tam da doğru ünvandasınız. Çünki bugün biz passiv gəlir dünyasının, necə deyərlər, dərinliklərinə baş vuracağıq. Yaxşı, bəs bu passiv gəlir dediyimiz nədir əslində? Gəlin çox sadə izah edim. Təsəvvür edin ki, bir işi bir dəfə görürsünüz, amma o iş sizə davamlı olaraq, demək olar, heç bir əlavə səy göstərmədən gəlir gətirir. Bax, budur passiv gəlir. Əsas məqsəd odur ki, siz aktiv işləməyəndə belə pul axını dayanmasın. Bu əslində zamanla pul arasındakı o birbaşa əlaqəni qırmaq deməkdir. Okey, ideya aydındır. Bəs yaxşı, bunu real həyatda necə etmək olar? Gəlin belə edək. Passiv gəliri 4 əsas, yəni hər kəsin başa düşəcəyi kateqoriyaya bölək və hər birini araşdıraq. İndi bu 4 əsas yola birlikdə nəzər salaq. Deməli, bizim yol xəritəmiz belədir. Birincisi investisiyalar, ikincisi hər kəsin bildiyi klassik yol, daşınmaz əmlak, üçüncüsü müasir dövrün bəlkə də ən güclü aləti olan rəqəmsal məhsullar və dördüncüsü avtomatlaşdırılmış bizneslər və kirayə. İndi gəlin hər birinin üzərindən bir-bir keçək, görək bunlar nə deməkdir. Başlayaq investisiyalardan. Bu nə deməkdir? Sadəcə olaraq pulunuz sizin yerinizə işləyir və sizə yeni pullar qazandırır. Məsələn, dividend verən səhmlər alırsınız, şirkətlərin qazancına şərik olursunuz və ya ETF-lərə yatırım edirsiniz. Bu, sanki bir səbətin içində yüzlərlə fərqli səhm almaq kimidir. Riski bölürsünüz. Ya da daha stabil gəlir istəyirsinizsə, istiqrazlar var. Yəni, seçimlər çoxdur. Keçək növbəti klassik üsula, daşınmaz əmlak. Yəqin ki, ağlınıza gələn ilk şey ev alıb kirayə verməkdir, düzdür? Amma bu tək yol deyil. Əgər o qədər böyük kapitalınız yoxdursa, REITs deyilən daşınmaz əmlak fondlarına da investisiya edə bilərsiniz. Təsəvvür edin ki, böyük bir ticarət mərkəzinin kiçicik bir hissəsini alırsınız. Bax, bu ona bənzəyir. Və indi gəldik rəqəmsal dünyaya. Baxın, buradakı ideya həqiqətən də möhtəşəmdir. Bir dəfə yarat, sonsuz dəfə sat. Düşünün, bir e-kitab yazırsınız, bir onlayn kurs hazırlayırsınız və sanam, onu minlərlə, hətta 100 minlərlə insana heç bir əlavə məhsul xərci olmadan sata bilərsiniz. Bu yəqin ki, passiv gəlirin ən güclü və geniş miqyaslı formasıdır. Və gəldik sonuncu kateqoriyamıza, biznes və kirayə. Bir tərəfdə partnyorluq marketingi kimi avtomatlaşdırılmış onlayn sistemlər var. Amma başqa bir maraqlı tərəfi də var. Artıq əlinizdə olan əşyaları işə salmaq. Məsələn, maşınınızı çox sürmürsünüz, kirayə verə bilərsiniz və ya şəhər mərkəzində boş parking yeriniz var, bu da bir gəlir mənbəyidir. Yaxşı, beləliklə 4 əsas yolu gördük. İndi yəqin ki düşünürsünüz, bəs mən hansından başlamalıyam? Bax, bu sualın cavabı tamamilə sizin hazırki maliyyə vəziyyətinizdən, yəni nə qədər kapitalınız olduğundan asılıdır. Gəlin bunu bir nərdivan kimi düşünək və birlikdə sizin üçün doğru olan ilk pilləni tapmağa çalışaq. Baxın, bu rəqəm ilk baxışdan böyük görünə bilər, amma çox vacib bir şey göstərir. Təsəvvür edin ki, ildə 10.000 funt sterling passiv gəlir istəyirsiniz. Orta hesabla 4%lik bir gəlirliliklə bunun üçün sizə təxminən 250.000 funt sterlinglik bir kapital lazımdır. Bu sadəcə real bir nümunədir ki, böyük hədəflərin arxasında nə qədər sərmayə dayandığını anlayaq. Bu cədvəl isə hər şeyi daha da aydınlaşdırır. Əsas məsələ odur ki, hər kəsin büdcəsinə uyğun bir yol var. Məsələn, çox az, hətta sıfır kapitalla başlayırsınızsa, partnyorluq marketingi əla seçimdir. Amma ilk nəticəni görmək 6 ay, bəlkə də 1 il çəkə bilər. Orta səviyyəli bir kapitalla, məsələn, REITs-ə yatırım etsəniz, bəlkə də 1-2 aya ilk gəlirinizi görəcəksiniz. Daha böyük kapitalla isə birbaşa daşınmaz əmlak alıb, 3-6 ay ərzində kirayə gəliri əldə etməyə başlaya bilərsiniz. Bu qrafik isə həmin o nərdivan ideyasını vizual olaraq mükəmməl göstərir. Baxın, fərq nə qədər böyükdür. Partnyorluq marketingi üçün demək olar ki, heç pul lazım deyil. Sıfırdan başlaya bilərsiniz. REITs üçün bir neçə $100 işə başlamaq mümkündür. Amma bir mülk alıb kirayə vermək, bu artıq 10 minlərlə dollarlıq bir investisiyadır. Hər kəs öz pilləsindən başlamalıdır. Əlbəttə ki, bu yol tamamilə hamar deyil. Yəni, passiv gəlir sözü insana elə gəlir ki, heç bir iş görmədən pul qazanacaqsan. Amma reallıqda bunun da öz riskləri, öz çətinlikləri var. Gəlin indi biraz da realist olaq və bu maneələrin nələr olduğuna baxaq. Hər şeyin olduğu kimi bunun da iki tərəfi var.
Bir tərəfdə arzuladığımız o maliyyə azadlığı, gəlir mənbələrini artırmaq kimi möhtəşəm üstünlüklər var. Amma o biri tərəfdə ilkin kapital tapmaq çətinliyi var, bazarların enib qalxması riski var, ya da tutaq ki, kirayə verdiyiniz evdə gözlənilmədən bir problem çıxır, təmir xərci yaranır. Bu iki tərəfi də dərk etmək çox vacibdir. Baxın, bu çox vacib bir məqamdır. Bəzən deyirlər ki, risksiz gəlir, məsələn, dövlət istiqrazları. Düzdür, sizə müəyyən bir faiz gəlir gətirir. Amma gəlin hesablayaq, o gəlirdən inflyasiyanı çıxın, vergiləri çıxın, yerdə nə qalır? Bəzən heç nə, hətta mənfi. Unutmayın, məsələ sadəcə rəqəmlərlə pul qazanmaq deyil, məsələ sərvətinizin alıcılıq qabiliyyətini, yəni real dəyərini artırmaqdır. Yaxşı, bu qədər nəzəriyyə bəsdir, indi gəlin keçək işin praktikasına. Yəni, mən bu gündən nə edə bilərəm? Sualının cavabına. İstər cibinizdə heç pulunuz olmasın, istərsə də müəyyən bir kapitalınız olsun, fərq etməz. Hər iki vəziyyət üçün konkret bir yol xəritəmiz var. Deyək ki, başlamaq üçün heç bir sərmayəniz yoxdur. Problem deyil. Addım 1. Sevdiyiniz, yaxşı bildiyiniz bir mövzu tapın və bu haqda məzmun yaradın. Bu bir blog ola bilər, bir YouTube kanalı ola bilər, fərq etməz. Addım 2. Faydalı məzmun paylaşaraq ətrafınıza bir auditoriya toplayın. Və addım 3. Bu auditoriyaya güvəndiyiniz məhsulları tövsiyə edin və partnyorluq linkləri ilə hər satışdan komissiya qazanın. Bəli, bu zaman və səbir tələb edir, amma tamamilə mümkündür. Yox, əgər müəyyən bir kapitalınız varsa, onda sizin yolunuz biraz fərqlidir. İlk addımınız səhmlər və istiqrazlardan ibarət, yəni diversifikasiya olunmuş bir portfel qurma olmalıdır. İkinci addım, portfeliniz böyüdükcə daha böyük yatırımlara, məsələn, REIT-sə və ya hətta birbaşa daşınmaz əmlaka keçməkdir. Və gəldiyi ən vacib addıma, üçüncüsü, qazandığınız hər qəpiyi yenidən investisiya edin. Buna mürəkkəb faizin sehri deyirlər. Pulunuzun özü də sizin üçün pul qazanmağa başlayır. Kapitalı olanlar üçün ən klassik strategiyalardan biri budur. 60-40 portfeli. Çox sadədir. Pulunuzun 60%-ni böyümə potensialı olan səhmlərə, qalan 40%-ni isə daha təhlükəsiz, stabil gəlir gətirən istiqrazlara yatırırsınız. Məntiqi nədir? Səhmlər portfelinizi böyüdür, istiqrazlar isə bazar çətin günlərində onu qoruyur, bir növ təhlükəsizlik yastığı rolunu oynayır. Və tarixə baxsaq, bu cür balanslı portfel ildə orta hesabla 9,1% civarında bir gəlir gətirib. Beləliklə, passiv gəlirin nə olduğunu, hansı yollarla qurulduğunu və ən əsası ilk addımların nələr olduğunu birlikdə araşdırdıq. İndi isə top sizdədir. Bütün bu danışdıqlarımızdan sonra öz maliyyə azadlığınıza doğru atacağınız ilk, bəlkə də ən vacib addımınız nə olacaq?